Belə deyənlər ki, filan kəs dindən uzaqdır, şəxsiyyətsizdir. Filan kəs dindardır, şəxsiyyətlidir. Bu bölgünü aparmaq tezdir. Bəziləri bilir ki, dindarlıq, məsələn, insanın, belə deyək də, yer məsələsi kimidir. Biri Bakılıdır, biri Şəkilidir, biri Naxçıvanlıdır, biri Şamaxılıdır, biri Haralıdır, Lənkəranlıdır, biri Tovuzludur, biri Qazaxlıdır. Onların içində yaxşı adamlar da var, pis adamlar da var. Deyirlər ki, din də belədir də, din yaxşılıq göstəricisi deyil. Amma belə deyil. Allah deyir ki, adamın dini onun şəxsiyyət göstəricisidir. Adamın əqidəsi onun şəxsiyyətinin göstəricisidir. Bəs deyə bilərsiniz ki, mən dindar adam görmüşəm, ən pis adamdır, şəxsiyyətsiz adamdır. Mən də deyirəm ki, valla onun nəsə dini dindir. Mümkün deyil, bu kişi bir araya gələ bilmir. Şəxsiyyətli adama düzgün din təqdim eləsən, mümkün deyil qəbul eləməsin. O deyəcək ki, bu mənim əynimə biçilib ki, mən bunu axtarırdım. Və şəxsiyyətsiz adamlar bir gün çalxalanıb dindən çıxacaq, bunu görəcək. Allah eləməsin, biz onlardan olaq. Görəcək, elə deyirəm ki, elə bir özümüzdən arxayınıq.